Funksiyalara aid buraxılış tipli bir misal verilibdir. Özünüz baxıb düşünün, sonra isə necə həll etdiyimizə baxın. Deməli, y bərabərdir x kubu funksiyasının qrafik üzərində olan c və d nöqtələr kardan başlanğıcı nəzərən simmetrikdir deyir. Kardan başlanğıcı nəzərən simmetrik olması nə deməkdir? Bu deməkdir ki, əgər -3 nöqtəsi qeyd olunursa, digər nöqtə müsbət 3-dür. Yəni kardan başlanğıcından bərabər məsafədə olmalıdır. Bizdən nəyə soruşur? C və D nöqtələrinin ordinatları fərqini, yəni y-lərinin fərqini soruşur. Öncə D nöqtəsinin ordinatını tapsaq, y bərabərdir. -3-ün kubu bərabərdir -27 yazırıq. Çünki x-in yerinə -3 qoyuruq və y nöqtəsini tapırıq. Digərində isə C nöqtəsinin ordinatını deyir. Bu dəfə isə y bərabərdir. 3-ün kubu yazırıq və bərabər olmuş olur 27-yə. Deməli, burada müsbət 27, burada isə -27-yə bərabərdir. Və bizdən C və D nöqtələrinin fərqini soruşur. C çıxılsın D bərabər olmuş olur 27, çıxılsın -27, o da bərabər olmuş olur müsbət 54-ə. Diqqətli olmaq lazımdır, çünki ola bilər ki, bizdən D, C fərqini soruşur. Bu zaman cavab -54 olar. Lakin bizdən burada C-dən D-ni çıxmamızı soruşur, bunların fərqini soruşur. Düzgün cavab 54 olmuş olur.